15-20 gün rayonlara getdim, Şəki, Gədəbəy, yəni orada dediyi bir. Baxırsan ki, orada o ömrün özünə sərf eləyirsən. Amma bizdə biz Bakıda ömrümüzü tıxaca sərf edirik, yola xərcləyirik. Biz günümüzün 4 saatını, biraz da şirtsək 5 saat baxın hardan hara gelsin. Keçən biz binəyə bizi toya dəvət eləmişdilər. Biz 1 saat 45 dəqiqəyə getdik. 30 kilometr yol, 1 saat 45 dəqiqə. Nə demək 1 saat 45 dəqiqə? Yəni bu həyatımız bax tıxaclarda, hətta tıxaca da getməyəndə baxırıq saat məsələn 6 deyir, yox, oturduğumuz yerdə tıxac qutarsın, sonra evimizə gedək. Ailəmizdən belə tıxac qurtarmır. Əvvəl heç olmasa bilirdin ki, məsələn 6-da başlayır, 6-ın yarısı başlayır, məsələn 7-8-də qutarır. İndi yox. Nə vaxt tıxac həll. Ya bunun həlli istiqamətinə də addım atılmır. Yəni elə bilin ki, baxın, hansı bir məmurun ağzından eşitmisiniz ki, Bakının tıxac problemi var. Məmurun. Yəni biz danışırıq. Məmur adiyyatı, bax, Nəqliyyat Nazirliyi, Rabitə Yüksək Texnologiya Rabitə Nazirliyi, Bakının tıxac problemi adında bir söz işlədibmi? Və Bakı Şəhər İcra Hakimiyyəti, Bakının tıxac problemi adı altında bir toplantı, bir söz yox. Bunlara görə tıxac yoxdur. Niyə? Çünki bunların özü gedəndə gedirlər, qabaqlarına da bir dənə polis maşını düşür, bəli o sarışan işıqlarını yandır, hamı da məcbur yol verir, gedir, gəlir. Vəssalam, bu tıxac filan görmür. İnsanlar tıxacda qalır. İnsanlar, baxın, 4 saat, 2 saat gəlib, 2 saat gedən insanlar var, işlədiyi qədər. Yəni, bunu həll eləmək bir qırağa, üstəlik də Formula 1, nə bilim, Ərəb şeyxi gəlir, o gəlir, bu gəlir, gedir, yollar bağlanır filan, saatlar. Formula 1 ilə bağlı da ümumiyyətlə mən əvvəldən də 5 il elədik. Azərbaycan tanındı, Azərbaycanın adını, Bakının adını eşitdilər orada, burada. İndi o da başqa bir sualdır ki, Azərbaycanın adının tanınması indiki mərhələdə Azərbaycana nə verir? Turizm yox, bir şey yox. Tanıdı, hamı bildi ki, Azərbaycan var. Hamımız bilir Mozambik var. Mozambikə getmişsiniz. Yox, əlbəttə. Mozambikə gedib investisiya qoyursunuz. Yox. Yəni Mozambikin olduğunu bilməyim, Mozambikə investisiya qoymağım demək deyil axı. Hamı Mozambikə investisiyanı o vaxt qoyur ki, gedir, baxır, görür orada mühit necədir, məhkəmə sistemi necədir, biznesə yanaşma necədir, vergi necədir, gömrük necədir, düzdür, ədalət necədir. Yoxsa burada Mozambikdə Formula 1 keçirilir, mən gələm oraya investisiya qoyum, deyilən bir şey yoxdur. Və mən keçən elə sizin efirdə Qüdrət bəyin çıxışından eşitdim, o rəqəmlər. 165 milyon dedi. 168 deyəsən deyil. Mən bilmədim, biz tapa bilmirik o məlumatları, hardan çıxır. İndi ola bilsin Qüdrət bəygil o büdcə müzakirəsində filan o rəqəmlər onlarda olur. 168 milyon manat hər il. Bu heç kimə lazım olmayan, heç bir vaxt mən bunu tam səmimiyyətlə deyirəm. Azərbaycanda 95%, 99% vətəndaşların Formula 1-ə nə maraqları var, nə həvəsləri var, nə aidiyyatları var. Heç bir, biz niyə bu qədər pul xərcləyirik? Nəyə xərcləyirik? Hələ onun nağd 55 milyonunu, indi deyə bilərik, o 100 milyonunu orada beton gətirənə pul verir, beton aparana pul verir, divar rəngləyənə verir. O da bilirsiniz də tenderlər, tender. Məsələn, mən demişəm bir dəfə, təkrarlayım, o betonlar var, onların üstünü hər dəfə rəngləyirsən, orada yazı yazsan. Onun birinci rənglənməsi kvadrat metri başlayır 12 manatda, axırıncı rəngləyəni 3 manat gəlir. Mən o xətti bilirəm, çatır. Necə o tenderi özünkünə verir, o özünkünə, axırı yetim ki var, onu rəngləyən. O büdcədə 12 manat yazılan, o 3 manata rəngləyir. Yəni, izah eləyə bildim. Yəni, bu qədər tenderlər, bunu da özlərinə gedir. Yəni, 55 milyonda biz aparıb bunu Formula 1 Federasiyasıdır, nədir, ora niyə verməliyik? Baxın, biz bayaq futboldan danışdıq. 55 milyona, məsələn, Qarabağ Futbol Klubunun bütün dəyəri 22-23 milyon manat. Avro olsun laf. Biz o pulu elə futbolumuza neçə dənə Qarabağ çıxarda bilər, neçə dənə biz Yamal çıxarda bilər, Ronaldo çıxarda bilər. Yəni, bu istedad bizdə yoxdur. Gətirib oynada bilərik hətta. Yəni, o yan bu yan olsa. Yəni, bu məsələlər kimə lazım? Bu qədər tıxac olur, bu qədər hay-huy olur. Nədir? Bax, kimdir? Biri çıxsın, bax, bir millət vəkili, bir Gənclər İdman Turizm Nazirliyi, kim də bunu təbliğ edir? Gəlsin, burada bizi əsaslandırsın da. Baxın, mən o 5 cümlə işlətsin, mən bir cümlə işlədim. 15 cümləsində bir cümlə gəlsinlər debata, mənə sübut eləsinlər ki, Formula 1 Azərbaycan maraqlarına xidmət edir. İstəmirik, qardaş, əl çəkin də bizdən. Bir ara Eurovision sevgisi var idi. Bu deyil, axırıncı Eurovision qalibi kim deyil? Heç xatırlamıram. Heç kimə də lazım deyil. Heç Avropada da lazım deyil. Yəni, o baxımdan da, bax, bu Formula 1-də aşağı yuxarı elə, neçə minə kimdir qeybi bilet alıb Formula 1-də oturan? 2 minə, 3 minə, kimə lazım? Sonra bilirsiniz də, bəzi idarələrdir ki, məcburi şəkildə gedib bilet alır,
1500, 1500, 2000 bu qiymətlərə. İşçilərin elə belə fəaliyyətlər. Onlar heç getmir. Kimin yayın gün döşəsin başına, sən də açıq şeydə ya yağış ya gün. Ya da yağış yağsın. Sən şeydə 5 dəfə 2 saniyə şey görəcəksən. Vıy, nədir? Nə olub qardaş, nə? Ya bu Formula 1 baxımından mən bunun Azərbaycanda artıq kifayətdir, bəsdir, biz yetərlidir. Eşq olsun, oldu, bitdi. Daha bu pulu da özümüzə, kənd təsərrüfatına, turizm sahəsinə, təhsilə, digər sahələrə ayıraq da bəsdir. Həm də tıxac məsələsindən. Onsuz da zaten Bakı balaca, küçələr dar, maşınlar çox. Maşın da çoxdur. Yəni hər kəs də alır. İndi biraz Çinin maşınları da ucuzlaşır. İndi onun da yolunu tapıblar da Ləman xanım. İndi hökumət oturub ki, bu maşınlar çoxalıb nə edək? Gömrüyünü qaldıraq. 2 dəfə 200% eləyək, gömrük maşın azalsın. Yəni deyirik, başım ağrıyır, başın kəsək, baş ağrımayacaq. Yəni indi də məmurlar onun fikirləşir ki, biz nə edək, cəmaət az maşın alsın. Yəni düşünmürlər ki, biz nə edək ki, cəmaət daha da rifah vəziyyəti yaxşılaşıb, maşın alıblar filan ediblər. Düzdür ya yox? Ki yolları genişləndirək, tıxac problemi həll edək ki, insanlar rahat getsin, gəlsin həyatın. Yox, maşın azaldıq. Necə ki, o taksi problemindən xatırlayırsınız, və deyirlər, Priuslardır tıxac yaradan. Bax, taksi arıca 40-45 mindən indirdilər 15-20 minə taksilərin sayı. İndi aeroportdan gələnlərin qiyməti 4 dəfə baha. Mən şok oldum. Yox, 50 manata gəlir ya hardasa. 50-80 manata, 80 manata. Hansı ki, orada Uber 12-13 manata gəlir çıxır. Niyə qarşı? Nə zülm? İnsanların haradan bir nəfəs nöqtəsi varsa, yəni mən başa düşürəm. O dəqiqədə belə. Fransada belədir, Londonda belədir filan. Arkadaş, o sən inkişaf eləmiş, az qalıb benilüks ölkələr deyirlər. Onlarla müqayisə niyə edirsən bizi? Onlar üçün 50 manat böyük bir pul deyil. 25 avro. Onlar üçün 25 avro günlük işlədikləri bir saatın qazancıdır. 25 avro. Bizdə 50 manat minimuma yaxın 8-də 1-dir. 8-də 1-i. Yəni bu nə deməkdir? Yəni sən 5 gün biz işləyirik o 50 manata görə, lap 4 gün götürək. Yəni bu taksi qiyməti və turist elə. Turistlə məcbur 50 manat. Hansı ki, onu da eləmək lazımdır. Çünki turist bir dəfə gələcək, növbət dəfə gəlməyəcək. Qoy Uber çağıran Uberini çağırsın, Bolt çağıran Boltunu çağırsın. Qırmızı taksidə gedən. Təbii ki, hər şey. Necə ki, o dayanacaqlar yoxdur, parkinqlər. Elə monopoliyadır da. Bu da parkinq gözü 1 manat yarım. Gündə yəni 80 qəpik, 90 qəpik verməlisən şəhərində maşın saxladığın üçün. Elə bil ki, sən bu maşını cibvə qoyub evə aparmalısan. Qardaş, mən şəhərimdə saxlayıram da, niyə pul verməliyəm? Hazır çəkilmiş yolun qırağında, çəkilmiş, asfaltlanmış yolun boş yerdə maşın saxlayıram, qorumursan, eləmirsən. Mən ona görə sənə niyə pul verməliyəm? Yəni, baxın, o gün də deyir ki, metropoliten deyir ki, bizə sərf eləmir. Yenə metronun qiyməti, avtobusdan gibi, bax, elan edib ki, düzdürlər, 1 manat olacaq. 1 manat yəni, niyə, bax, sonra deyir, maşın sayını azaldıq. Bəzi Avropa ölkələrində ümumiyyətlə ictimai nəqliyyat pulsuzdur. Deyirlər, tək maşınva minmə, gəl avtobusa min, tramvaya min, metroya min. Pulsuz. Tək maşınva minmə də ekologiya təmiz olsun, tıxaclar azalsın filan 5 min. Bizdə deyirlər həm tıxac olmasın, həm də ictimai nəqliyyatın qiymətini qaldırırlar. Həm də metronun qiymətini qaldırmağı fikirləşirlər. Həm də nə bilim gedişləri çətinləşdirirlər. Niyə qardaş? Bu insanlar neynəsin, nətər eləsin? Görün, bax saat 6-da, bax siz xanım olaraq, görün bir hansı stansiyada 6-7-yə işləmiş bir stansiyada metroya minə bilərsiniz. Mümkün deyil. Adam dəhşətə gəlir. Bunun uşağı var, yaşlısı var, qocası var, imkanlısı var, Yəni Bakını yaşanacaq bir şəhər eləmək lazımdır. Varlısı olsun, lüks restoranlar, lüks xüsusi xidmətlər, VIP. Mən sizə bir şey deyim. VIP varlılar demək deyil, VIP önəmli şəxslər deməkdir. Ziyalı önəmli şəxs ola bilər, siyasətçi önəmli şəxs ola bilər, jurnalist ola bilər. Önəmlilik onun cibinin, cüzdanının qalınlığıyla ölçülmür. Bizdə görməmişlik nədir? VIP deyəndə pullu adamlar düşünülür. VIP pullu adamlar deyil, əslində başlanğıcda. VIP elitar təbəqə, ziyalı təbəqə nəzərdə tutulur. Faydalı insanlar nəzərdə tutulur. İzah edə bildim. Yəni bizdə yaradılıb o özünüzün yaratdığınız o vəhşi VIP yerlər olsun. Girişi bu qədər, içməyi bu qədər, adi suyu, məsələn bir marketdə 50 qəpik olan sirabı gətir 10 manata sat, ona heç kimsə heç nə demir, özün biləsən. Onu alan da özü bilər. Amma onu 50 qəpiyə satılan yerlərin də olsun da bu yetimlik üçün. Yəni bu məsələlərlə bağlı ümumiyyətlə müzakirə getmir. Belə bir problem yoxdur. Yəni biz problemin həlli üçün problemin varlığını qəbul eləməlidir. Eləmirlər. Bax mən bundan bir şey deyirəm. Azərbaycan hökumətinin, hakimiyyətdəki və məmurların böyük əksəriyyətinin əsas işi nədir? Həmin problemin varlığını inkar edir. Deyir ki, elə problem yoxdur.
Problem yoxsa problemi həll etmək də lazım deyil. Problemi həll etmək lazım deyilsə iş görmək də lazım deyil. Oturub belə ömrünü uzatmaq lazımdır. Kresloda nə qədər oturacağam, nə qədər qazanacağam, nə qədər. Məsələn, açıq alverlər var. Məsələn, bəlli bir sahələrdə qiymətlər var. Hamımız da adi yanaşırıq buna. Filan şeyin qiyməti budur, filan şeyin qiyməti. Hansı ki o hüququmuzdur, bizim pulsuz almalıyıq. O qədər adiləşdiriblər ki bunu. O qədər adiləşdiriblər. O qədər belə qorxmaz yana, çəkinməz yana, düzdür? Yəni ona görə də heç kimdən çəkinmir. Heç kim. Bax, neçə nəfər gedib Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verib ki, mən ömrümün gündə 3 saatını tıxacda sərf edirəm. Heç kim.